Tovuzdayıq. Emin Şəmsiyev həmkarımla bu dəfə Turan söhbətlərimizi elə Tovuzdan, necə deyərlər, hadisə yerindən sizə təqdim edirik. Göl qırağı, çay qırağı, həm göl, həm çay qırağı belə deyək. Ərazidir. Bütün klublar qarşı hansı klubun özünə məxsus olduğu regionda belə bir bazası var. Futbolçuların məşq eləməsi üçün, inkişaf eləməsi üçün və bu cür atmosferdə, bu cür əhatədə, bu cür təbiətin qucağında məşq eləməsi üçün çox ideal bir şeydir, yəni. Təbiətin qoynunda məşq edilir, bu çox gözəl görüntüdür. Üç meydança olacaq. Bir təbii, iki süni örtüklü meydançadır bunlar. Eyni zamanda burada bir baza, bir bina olacaq. Daha çox akademiya hesablanıb. Turan Tovuzun hazırki şəraitində biz etiraf eləyək ki, akademiya, əsas komanda, bütün bunların hamısının bir yerdə olması çox çətindir, çox problemlər var və ümumiyyətlə effektivlik itir. Ona görə bax bu baza daha çox akademiya hesablanıb. İnfrastruktur məsələsi mövzusunda bir növ can verən ölkə futbolu üçün yeni bir nəfəsdir, yeni bir qatqıdır. Turan Tovuz Bakıdadırmı, yoxsa Tovuzdadır deyə bir suallara mən cavab verə bilərəm. Turan Tovuz elə Tovuzdadır. Komanda Tovuzdadır. Komandanın Tovuzda olması üçün hər şey var. Vaxtda, uzaq vaxtda nə zaman tamamlanması heç bir əhəmiyyət daşımır. Çünki burada ortada çox böyük yük, çox böyük əziyyət var. Paralel olaraq həm Bakıda, həm başda Kürdəxanı, həm də burada bu işləri davam etdirmək, yaşatmaq, çempionluğu oynamaq, Avrokuboklara oynamaq və hamısından bağlı da səndən maksimumunu istəyirlər. Klub rəhbərliyinin işi, yükü çox ağırdır, çox çətindir. Turan Tovuz komanda olaraq, rəhbərlik olaraq onlar yəni bu məsələyə bir mövsüm, iki mövsümlük yanaşmırlar. Adamlar bura böyük bir proyekt bu olaraq, infrastruktur onsuz. Azərbaycan futbolu naminə bir işdir. Yəni kim gələr bu miqyasda işi heç nədən heç kim görməz yəni.